Əziz dostlar, axşamınız xeyir olsun. Qaziantep'deyik və axşam yeməyinə Qaziantep'in və bəlkə də Türkiyənin artıq ən məşhur restoranlarından biri olan bişirici kebab baklava restoranına gəlmişik. Abdullah Usta. Bu restoran da popüler olması sosial şəbəkələrdir. Burada Abdullah Usta və oğlu videolar paylaşırdı. O zaman oğlu biraz balaca idi. Yavaş yavaş bu işi öğrenirdi. İndi ise artık oğlu da bu restoranı idare edir ve beləliklə də videolar paylaşarak bütün Türkiye'de məşhur olmuşlar. Hatta orada yazıb ki UNESCO'nun sertifikatına da malikdiler. Yukarıda qeyd olunub. Gaziantep'in en mərkəzi hissələrindən birində yerləşir. Tam olarak deyə bilməyəcəm küçü hardadır. Amma restoran həmişə dolu olur. İndi də doludur. İndi də içəriğini də bazardığım qədər göstərəcəm. Bişirici, kebab və baklava. Bəli, içəridə adam çoxdur. İnsanlar narahat ola bilər. Ona görə mən mətbəxi göstərirəm sizə, necə çalışırlar. Baxın belə qablarda masalara servis edirlər. Kebabları, hər cür kebablar burada var. Burada sacda qovurmadır deyəsən. Ciyər qovurması, bişirici. Burada isə məzələr hazırlanır və siz nə sifariş verməkdən asılı olmayaraq bu məzələr hamısı masaya gəlir. Sifarişlər mangala düzülüb, böyle maraqlı şəkildə təqdim olunur. Burada əlbəttə ki yer olmur. Baxın, içəridə hal-hazırda restoranın önündə gəlin maşını var, yəni toy maşını var. Gəlin və bəy də hal-hazırda gəliblər burada yemək yeməyə. Ona görə insanları narahat eləməyək və bişirici restoranında adi günlərdən biri. Belə hörmətli tamaşaçılar, videomuz çox qısa oldu. İnşallah gələn videolarda görüşənə dək. Sağ olun, var olun.